28 oktyabr 2025-ci il meşələrdə müşahidələr zamanı maraqlı bir məqamla rastlaşmışam. Deməli, maraqlı nədir? Adətən belə yerlərdə porsuqların, canavarın və digər yırtıcıların yuva qurduğu müşahidə olunurdu. Ancaq indi isə məqam tam başqadır. Burada yuva yox, ağacın köklərini qazan hansısa bir heyvanın olduğu güman edilir. Görürsünüz, ağacın kökləri demək qırılıb, üzə çıxardılıb. Bu ərazilərdə, yəni yol boyu gələrkən qabanların hərəkət elədiyi müşahidə olunurdu. Çox güman ki, ağacların köklərində qabanlar hansısa bir qidalı maddəni və deyərdim ki, bəlkə də hansısa bir göbələk növünü axtarırdılar. Və qidalanmaq üçün ola bilsin ki, kökləri bax belə qazıb üzə çıxarıblar. Növbəti məqamlarda yenə bu əraziləri izləyəcəyik. Bax, bu nəhəng fıstığın köklərinin altında idi.